Salamlar hər kəsə. Bugün Duolingo'da Reading section'da oxuma bölməsində olan bir sual tipindən danışacağıq. Bu da oxu və düzgün, real ingilis dilində olan sözləri seç bölümüdür və sual tipidir. Bu bölümdə, bu sual tipində əsas məsələ ən sürətli bir şəkildə suala cavab verməkdir. Çünki əslində elə bir sual tipidir ki, çox vaxt itirməyinizə ehtiyac yoxdur. Həm asandır, həm rahatdır. Sadəcə və sadəcə diqqət eləməli olduğunuz bir-iki məqam var ki, onun haqqında danışacağım. İlk odur ki, sualları oxuyarkən hər sözü, hər gördüyünüz sözü tərcümə eləməyə çalışmayın. Çünki oradakı bəzi sözlər heç real belə deyil və yaxud da ki, ingilis dilində ümumiyyətlə mövcud deyil. O yüzden sadəcə cümləni full bir şəkildə oxuyub, tərcümə etmədən kontekstini və yaxud da ki, belə deyim, mənasını tutmağa çalışın. Nümunəmizdə də göstərdiyim kimi, məsələn, journey, ancient, improve. Bunlar real ingilis dili sözlərdir və əgər siz bunları mətndə görsəniz və yaxud da ki, seçməli olsanız, bu tip sözləri seçə bilərsiniz. Lakin bu sözlər nə qədər ingilis dilində olan sözlərə bənzəsələr də, flinter, recomp, planning deyə bir sözlər əslində mövcud deyil. Digər strategiyamız nədir? Siz fikir verməlisiniz tələffüzə və yazıya. Məsələn, necessary sözündə əslində biz bilirik ki, bir C və double S var. Amma bəzən onlar götürürlər ki, bilərəkdən double C və double S istifadə edirlər. Bu da bir-birinə çox bənzədiyi üçün sizi çox rahat bir şəkildə, təbii ki də imtahan təlaşında çaşdıra bilər və yanlış cavabı seçməyinizə səbəb ola bilər. Və üçüncü strategiyamız da odur ki, əgər əmin deyilsənsə, hansı sözün doğru olduğuna və yaxud da ki, bu sözlər sənin bildiyin sözlər deyilsə, təbii ki də hamısı sənə ingilis dilində olmayan söz kimi gələcək. Bu halda bu tipli sualların üzərində çox düşünməməyə çalışın, digər suala keçin. Çünki əgər cavab verməsiniz, yanlış cavab versəniz, daha asan sualla rastlaşacaqsınız. Və bu sectionu inkişaf etdirmək üçün necə hazırlaşmalıyıq? Təbii ki də hər gün ingilis dilində olan artikellər oxumalıyıq və vocabulary-ni kontekstdə öyrənməliyik. Bu nə deməkdir? Yəni sözləri oxuyarkən, dinləyərkən catch, yəni tutmağa çalışın və kontekstdə anlamağa çalışın. Və hər zaman yanınızda dəftəriniz olsun, kiçik bir dəftəriniz olsun, hansı ki burada notlar götürürsünüz, yazırsınız və tez-tez çalışın ki, düzgün bir şəkildə yazın ki, tez-tez baxın və sözləri göz yaddaşı ilə belə olsa xatırlamağa çalışın ki, bunlar sizə imtahanda çox kömək olacaq.